Biləsuvarda toy yasa dönüb, belə ki, dəhşətli yol qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə Biləsuvar Bəhramtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Lexus markalı minik avtomobili idarə etməni itirərək Milmuğan kanalına düşüb. Məlumata görə avtomobildə 6 qadından biri qəzada həlak olub, yaralılar da var. Bildirilir ki, xanım sürücü və sərnişinləri toya gedirmişlər. Ağdərədə isə 55 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Umudlu kəndində qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Ağdərə sakini Möhəbbət Xıdırov rayonun Umudlu kəndi ərazisində işləyən zaman hündürlükdən yerə yıxılıb. Nəticədə Xıdırov aldığı xəsarətlərdən elə hadisə yerindəcə həyatını itirib. Bir neçə gündür Kəlbəcərdə yağan güclü qar xüsusilə uşaqlarda böyük sevinç hissi yaradıb. Doğru xəbər Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Bir müddət əvvəl rayona köç edən balaca Kəlbəcərlilər ilk dəfə yeni ili burada qarşılayacaqlar.